Öncə hər birinizi salamlayıram, kanalımıza və videomuza xoş gəlmisiniz. Başlıqdan gördüyünüz kimi çoxdan deyə mən ölkəmizdə televiziya səhnələri çəkmirdim. Onu çəkməməyim olar. O ən çox izlənən serimizdir bizim. Birinci seriyası 26 min izlənmişdi. Özü də burada neçə yara çıxıb bilmirəm nədir. Olsun da yəni olan şeylərdir. Elə bil ki tük qalıb burada nəsə. Nə bilim başım çıxmır, nəysə başım buraxın. Deməli F-lərdə baş vermiş gülməli hadisələrə reaksiya verəcəm. Videomuz biraz qısa olacaq. En iyisi like atıb kanalımıza abunə olmayı yaddan çıxarmırsam şey kimi. Nəfəsim niyə çatmadı? Mən nəsə indi telefonu tapım bir dənə reaksiya verəcəm. Amma ki telefon yoxdur. Arxada. Qaçıb gedib telefon qorxudan arxaya. Məndən telefon da qorxur, siz necə qorxmuyorsunuz? Nəysə. Bu arada pis mənada demədim ha. Kabrosunu falan çıxaraq. Deyirlər ki, qız sən onu telefonda işlədirsən. Ayıb da baxma, cavan uşağı o dərəcədə olmazdı yəni. Bu nə istidir mənə? Nə istidir bu otaq? Divardan falan deşik açmaq lazımdır ki, təcili buradan çıxıb videonu çəkim gəlim girim içəri. Ya da hava üçün. Video mizah məqsədi. Bu arada video mizah məqsədidir ya. Gəlib tutub apararsınız birdən məni. Yəni ki, zarafat məqsədidir ya video. Alınanda vahid bilet vasitəsilə Vahid bilet kimdir? Başa dönərəm. O kimdir? O nə deməkdir? Adı Vahid olanlar gülür ha. Günün istənilən vaxtında istənilən qədər ictimai İki gözümün işığı ilə hər dalaşandan sonra biz. Sənə danışmadım ki, sən atmışam hər yerdə blok. Ha atdana sən neynirəm ki mən? Səndən yüzü gələ mənə lazımdır. Sən kimsən? O sizə hər dalaşmağın sonu barışmaq olur da. Bir nəfər də var, arada mən də onu küsüb barışıram. Lap belə bundan betər olur bizdə də. Bu arada dostumdur ya. Oxuyun qutarın da daha. Qutarın xahiş eləyirəm. O bir oyundur. Hələ yeməyə bir qabağınızı çəkin, baxın bayaqdan Baxacağıq, ona da baxacağıq. Bu nə deməkdir? Bu nə deməkdir? Ona da baxacağıq. Allah haqqı iş xoşuz dölü çıxın gedin, özüm bay yeyərəm. Özüm deyir yeyərəm. Dayı sən hələ baxanda bilinir ki, babat yeməyi yeyənsən. Siz bir dadına baxın. Baxacağım, bu dəqiqə baxacağım, niyə baxmıram? Və bir an baxın görün ki, başqasının evində bu kartof. Ha, dayı necə belə rahat deyə. Yeməkləri görəndə mən də elə rahat olurum. Baxmayın arıq olmağıma. Yesəydiniz nə deyərdiniz? Bu komedi xanadır, nədir bu? Qəsdən çəkiblər bunu deyəsən. Yəni onu da nəzərə alacaqlar. Heç hamısı sıfır xal versə nə Mənim üçün olacaq? bu heç nə, buyursun. Noz oyundur ana. Oyundur, bu nədir ki? Oyun da Həyatda itirməyəsən, həyatda oyunda min dəfə itir. Bəli, əsas həyatdır. Həyatda qazanmaq lazımdır. Həyatda itirmə, həyatda şükür qazanmışam. Onlar elə belə şeylərdir. Mən ağıllı fikirlər söyləməyə çalışanda qardaşım. Dən tutmuş böyüyə qədər hamınızdan xahiş edirəm. Bugün bizə dəstək olasınız və Elşadın getməyinə əngəl olasınız. Mən sizə ümid edirəm, öpürəm sizi. Oy bu köhnə efirdir, nədir bu? Bu aralar mənim mental sağlıq. Sən nətərdir? Mən səni başa düşürəm. Sənin işin çox ağırdır. Bu nədir? Mikrofondur, bu nədir? Mikrofon saxlayandır, nədir bu? Adam vermir, şeyləri təmizləyirsən, şüşələri. Hə, parpres maşın şüşəsidir. Şüşə təmizləyəni, parpres təmizləyən. Onun orada nə işi var? Onun orada nə işi var? Neysə, hər nə işi var. Mənə yemə lazımdır, özləri bilə. Mən efirlərdə heç vaxt yemək yeməyəcəyəm. Mən yerəm. Bəh. Ləzzətli bol. Ağa Mirzənin sözü birdir ya. Ağa Mirzə müəllimin sözü birdir. Baxın indi. Sözün kəsərinə baxın. Bol. Heç vaxt mən eləməyəcəyəm. Super. Əla. Gözəl. Bu efirlər sırf yemək efirlərdir də, burada yemək olar. Ay var. Necədir? Bir də baxın dərzdən. Dadlıdır. 5 manat bir gün əlimdə pul olsun, o 5 manatın hamısını xərcləməliyəm. Özümü narahat hiss edirəm. Əlimdə məsələn 2 manat qalsa... Mən də özümü narahat hiss edirəm. Əlimdə pul olanda elə bir ki, dünyanın ən varlı adamı mənəm, xərcləməliyəm də başa düşdünüz. Necə söhbət 1 manatdan gedir ha. Nə az, nə çox. Narahat hiss edirəm özümü ki, 2 manat qaldı. Bu pisdir. Görürsən, Elgiz, ortaq cəhdlərimiz eynidir. Yəni, dost ola bilərik. Dost puldu cahil adamlar üçün. Mən tutacağım. Mən keçmirəm, mən tutacağım. Bu dəfə şirinliyi mən alacağım. Uşaqların qəlbini niyə qırırsan? Yox, uşaqlara haqqında niyə girirsən? Uşaqlar əziyyət çəkib, ipsat çəkiblər burada maşını saxlamaq üçün. Bu dəfə mən alım da imkan verir.
Nədir? Halvadır. Niyə ki? Mən halva babamı əziyyət çəkən mən. Valla 5 manat üstündə olan davaya bax bir dənə ciddidir bunlar. Deyir ha, buraya görüm hə. Mən Yan görüm gəlin maşın gəlir. gəlsin də mən də onu gözləyirəm. Dalaşaq burada indi biz. Ağzına Oy zibil, bu uşaq 5 manata görə çox dəyişdi həqiqətən. Uşaq tərbiyəsini 5 manata görə satdı. Siz əlinizi üzün, şirinlik falan gəlmir. Siz elə danışıb qutardınız ki 3 saatdır maşın gəlməyi bilmir. Gələm. İşim var ata, işim var. Günlərim bir günü dünya verəcək badəməni. Günlərim